Adam görə özünə sübut eləsin ki, mən keyfiyyətli insanam, keyfiyyətli də nədədir? Gərək həyatın keyfiyyətli olsun, keyfiyyətli həyat yaşayasın. Dindarlığı həyatımızdan ayırmayaq. Dindar keyfiyyətli həyat yaşayan, insan həyatı keyfiyyətli deyilsə, dini keyfiyyətli ola bilməz. İnsanın həyatı keyfiyyətli o demək deyil ki, varlı olsun, yoxsul olmasın. Yox, yoxsul olub keyfiyyətli yaşamaq var, varlı olub xarab yaşamaq var həyat. Keyfiyyətli həyat, gözəl həyat, bəzilər deyirlər, yalan söhbətdir. Yoxsul olanda keyfiyyətli olmur. Var bizimlə belə qardaşlar var ki, bu mövzuda biraz düz gəlmirlər, qane eləmək çətin, amma olur. Keyfiyyətli həyat, həyatın keyfiyyətli, keyfiyyətsizliyi bir o qədər də maddi amillərdən asılı deyil. Maddi amillərdən asılı deyil. Maddi amil önəmlidir həyatda. Hamınız üçün Allahdan, bax, bu Ramazan ayında istəyirəm ki, hamınız var dövlət sahibi olasınız. Utanırsa amin demək, ürəkdən amin deyim budur ki, doğrudan da çox yaxşı dualardır valla. Yəni, insanların sərvət sahibi olanlar mənəviyyətli adamlar olsun. Bunlar hamısı dualarımızda gəlib bu şeylər. Çox yaxşı bir şey, çox yaxşıdır. Amma keyfiyyətli həyat insanın içindən, daxili zənginliyindən qaynaqlanan həyatdır. Keyfiyyətli həyat yaşayan adamlara ibadət də ləzzət eləyir, zövq verir.